Salam değerli yoldaşlar. Deməli, başlayaq. İkinci başlıq toplu, birinci hissədə ikinci başlıq olan xəritə, qlobus mövzusunun sualların izahına. Deməli, elə birinci sualdan başlayaq. Birinci sualda deyir ki, qlobusda cəhət müəyyən edilir. Təbii ki, cəhəti nə ilə müəyyən edə bilərik? Dərəcə toruna əsasən müəyyənləşdirilir. Yadda saxlayaq. Qlobusda cəhətlər dərəcə toruna əsasən müəyyənləşdirildi. Deməli, birinci cavab oldu. Təbii ki, B variantı. Biri qeyd edək, B variantı. Ondan sonra təbii ki, yəni bunca nəzərdə, ondan sonra ikinci sualına baxaq. Əfson. İkinci suala baxıram. Coğrafi uzunluğa aid olmayan cəhət. Ümumiyyətlə bildik ki, uzunluğun digər adı meridiandır. Enliyin digər adı paraleldir. Ekvatordan hesablanır. Elə səhv cavabımız budur. Çünki coğrafi uzunluq ekvatordan yox, Grimsdən hesablanır. Paralellər ekvatordan başlayır hesablanmağa. Xəritələr hansı əlamətlərinə görə qruplaşdırılır? Məzmununa görə, miqyasına görə, bir də əhatə etdiyi əraziyə görə. O da harda var? E variantında. Bunlar əzbərçilik suallardır. Təbii ki, onlar da öz daxilində bölünür. Məsələn, miqyasına görə 3 yerə bölünür. Böyük, orta, kiçik, məzmununa görə 2 yerə bölünür. Ümumi coğrafi və tematik ərazi əhatə etməsinə görə yenə 3 yerə bölünür. Müşahidəçi yerin kürəsinin hansı nöqtəsində dayanırsa, bütün ətraf ondan şimalda görsənir. Yadda saxlayın. Qlobusu gözünüzün qabağına gətirin. Qlobusun ən yuxarı hissəsi var ki, ən yuxarı hissəsi. Deməli, bir kürə çəkək. Bax, şimal qütbündə dayanarsa, yəni 90 şimalda, özündən deməli aşağıda olan hər şey deməli cənubda görsənir. Cənub qütbündə dayanarsa, müşahidəçi deməli özünün deyirəm ətrafını ancaq özündən şimalda görür. Yəni 90 cənubda dayanarsa. Deməli 90 şimalda dayanan müşahidəçi hər şey özündən cənubda gördü. 90 cənubda dayanan müşahidəçi isə deməli bütün ətrafı özündən şimalda gördü. Bizə nə deyir? Bütün ətraf məntəqələr ondan şimalda deyirsə, bu oldu deməli cənub coğrafi qütbü. Hətta saxlayaq. Ondan sonra yerin deyir, yerin kürəvi səthindən müstəvi səthə keçmə üsulu təbii ki, kartoqrafik proyeksiya adlanır. Kürə səthindən müstəvi səthə köçürülməsi proyeksiya adlanır. Yadda saxlayaq. Bunlar biraz əzbərçilik suallarıdır. Generalizasiyadan danışaq. Deyir, kartoqrafik generalizasiya, yəni ümumiləşdirmə hansı miqyaslı xəritələrdə az olur? Ümumiyyətlə, az olur deyir ha. Generalizasiya böyük miqyaslarda az, kiçik miqyaslarda çox olur. Və biz də bilirik ki, miqyasda rəqəm tərs mütənasib olur. Rəqəm nə qədər böyükdürsə, biz buna kiçik miqyas deyirik. Rəqəm nə qədər kiçikdirsə, biz buna böyük miqyas deyirik. Lap belə çaşırsınızsa əgər, belə yadda saxlayın. Böyük rəqəmdə generalizasiya çox, kiçik rəqəmdə generalizasiya az olur. Və burada da ən kiçik rəqəm hansıdır? 1/1000. Deməli, ən az generalizasiya buradadır. Amma ən çox generalizasiya olur, məsələn, 50 milyonda. Yadda saxlayaq. Ümumiyyətlə, niyə belə olur? Çünki ərazi kiçildikcə generalizasiya az olar. Ərazi böyük olanda generalizasiya çox olar. Kiçik ərazini böyük miqyasda çəkirsən, böyük ərazini kiçik miqyasda. Yəni yenə bu hissəni qarışdırırsa rəqəmlə yadda saxlayın. Rəqəm çox olanda generalizasiya çox olur, rəqəm az olanda generalizasiya az olur. 7-ci suala baxıram. Coğrafi koordinatları 35 şimal və 55 şərq uzunluğu olan məntəqə Bakı şəhərindən hansı istiqamətə yerləşmişdir? Deməli, birinci biz buradan nə varaq? Bakının koordinatlarını çəkək. Bakı bildik ki 40 şimal və 50 şərq uzunluğundadır. Deməli, Bakı ekvatordan yuxarıda və Qrimsdən sağdadır. Bakı təqribən düşür, yenə deyirəm, 40 şimal və 50 şərq uzunluğu. Bax, bura Bakı şəhəridir. Bakı, bu nöqtə. 35 şimal təbii ki, 40 şimaldan aşağıda olar. 35 şimal.
55 şərqi isə 50 şərqdən sağ olar. Çünki Qrimizdən etibarən meridianlar şərqə doğru 180-ə doğru artır. Deməli 55 şərq də Bakıdan saat olar. Fikir verirəm. 35 şimaldan 55 şərqin kəsişməsi buradır. Bax A nöqtəsi. Burada ümumiyyətlə Dandan şəkilçisinə fikir vermək lazımdır. Dandan şəkilçisi hardasa oradan baxmaq lazımdır. Deyir, bu olan məntəqə Bakı şəhərindən hansı istiqamətə yerləşmişdir? Bakı şəhərindən baxanda həmin məntəqə cənub-şərq, yəni aşağı sağ tərəfdədir. İndi biraz oxtam dəqiq çəkmədim, fikir verək. Bakı bura, ox, bu nöqtə, məntəqəsi bura. Yəni cənub-şərqdədir. Yəni cavabım olur D variantı. Daha sonra baxıram, miqyası 120 milyon olan dünyanın torpaq xəritəsi miqyasına və məzmununa görə hansı tipə aid olduğunu müəyyən edin. Təbii ki 120 milyon söhbəti varsa bu kiçik miqyasdır. Və torpaq təbii ki bir mövzudur. Bir mövzusa tematik. Kiçik miqyas və tematik cavabım olur C variantı. 2 dənə coğrafi xəritəm var. Təbii ki fiziki və siyasi xəritə. Daha sonra davam edək. Digər suallar. Aşağıdakı xəritələr miqyasına sizin tiplərini müəyyən edin. Bildik ki 10 mindən 200 minə böyükdür, 200 mindən 1 milyona ortadır və 1 milyondan daha rəqəmli olaraq böyük amma miqyas olaraq kiçik xəritələrsə kiçik miqyasdır. 100 min 10 min 200 min aralığına düşür. Deməli bu böyükdür. 1 oldu böyük. 2 600 min də təbii ki 1 milyondan 200 min aralığına düşür. Bu da ortadır. 5 milyonda yenə deyirəm milyon varsa bu kiçik miqyasdır. Yəni 1 böyük, 2 orta, 3 isə kiçik harda var o? D variantında. Qlobusa aid əlamətləri müəyyən edək. Yerin əyriliyi nəzərə alınır. Bu düzgündür. Niyə düzgündür? Çünki ümumiyyətlə bir kartoqrafik təsvirdə paralel və meridian varsa yerin əyriliyi nəzərə alınır. Xəritə və qlobusda ümumiyyətlə paralel və meridianlardan istifadə olunur. Deməli bunlar yerin əyriliyi nəzərə alınır. Amma planda paralel və meridianlardan istifadə olunmadığı üçün yerin əyriliyi nəzərə alınmır. Coğrafi obyektlər təhrifsiz təsvir olunur. Təhrifsiz. Bəli. Qlobus yer kürəsinin təhrifsiz, yəni səhvsiz formasıdır. Amma xəritələrdə təhrif var. Coğrafi obyektlər təhriflə verilir. Avtomatik bu səhvdir. Bu xəritəyə aid olan bir cümlədir. Meridian və paralellərin uzunluqları bərabərdir. Meridianların ola bilər, amma paralellərin uzunluqları bərabər deyil axı. Ekvatordan qutblara doğru paralellər kiçilir. Deməli bu da səhvdir. Bütün hissələrlə miqyas eynidir, təbii ki bu da düzgündür. Bütün çünki ərazilər miqyas neçədirsə eyni miqyasda kiçildilir. 1-2-5 cavabım oldu. Yalnız böyük yox. Qlobusun 3 dənə miqyası var. Böyük, orta, kiçik. Belli ki böyük 30 milyon, dəlli orta, kiçik 83 milyon. 11 sadə miqyas məsələsidir. İki şəhər arasında məsafə 30 milyondursa, mən buradan 5 sıfır artıq silə bilərəm. Çünki biz bilirik ki, ədədi miqyasda hesablama işləri apara bilmərik. Hesablama işlərini yalnız izahlı miqyasda apara bilərsən. Sən düstura baxıram. Düsturum nədir? Həqiqi məsafənin bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Miqyasdan 5 sıfır silirəm. 300 qalır. Deməli, mənim miqyasım oldu 300. 5 sıfır sildiyim üçün kilometr yazıram. Olan miqyaslı qlobusda. Qlobusdakı məsafə təbii ki, mənim nəyim olur? Xəritədəki məsafəm olur. Düsturdan söhbət gedir. İndi qlobus və xəritə ayrı-ayrı anlayışlardır. Nəyimiz yoxdur? Həqiqi məsafəmiz yoxdur. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vururam miqyasa. Bu deyir təbii ki 1800 kilometr. Cavabımız olur D variantı. 12'ye baxıram. Deyir miqyası demək bu olan 100 min olan xəritədə iki şəhər arasındakı məsafə 5.5 yəni yeni tip sualdır. 5 sıfır silə bilərəm, qalır 1. Yəni üstə keçək. Deməli nə vardıq? Təzə sualda artıq miqyasımız 5 sıfır siləndə qalır 1 kilometr. Olan xəritədə fikir ver. Xəritədə iki şəhər arasındakı məsafə 5.5-dir. Xəritədə deyirsə, bu da yenə mənim nəyimdir? 5.5 xəritədəki məsafəmdir. Yenə düsturda həqiqi məsafəmiz yoxdur. Həqiqi məsafəni tapmalıyıq. Xəritədəki məsafəni, yəni 5.5-i vururam nəyə? 1-ə, yəni miqyasa bu deyir 5.5
kilometr. Niyə kilometr? Çünki yenə deyirəm 5 0 silibsən. Kilometrlə hesabla deyir. 5.5 cavabım oldu. Yəni C variantı. Ondan sonra davam edək 13-cü sual. Yenə sadə miqyas məsələsidir. 5 0 silirəm. Miqyasım var. Yəni düsturda fikir ver, bu tərəfdən yazıram artıq bunu. Düsturumuz var. Həqiqi məsafə bərabər xəttəş məsafə olsun miqyas. Miqyasımız var. Miqyas oldu 5 kilometr. 5 0 siləndə olan xəritədə ikişər arasındakı məsafə 35-dir. Deməli, xəritədəki məsafəmiz yenə 35 cm-dir. Həqiqi məsafəni tapmalıyam. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vurmalıyam. Təbii ki, miqyasa deyir 5-də təbii ki. 35 5-ə vurun deyir 140. Yox, əstəğfurullah, 140 nə idi? 165. 175 kilometr. C variantı bizim cavabımız oldu. Digər suala keçirik. 14-cü sual. 14-cü sual şu olar. Mən bu tip suallara məsələn dandan məsələləri deyirəm. Nəyə görə? Çünki burada bizə açar söz dandəndir. Şəkilçi olaraq dandan şəkilçisinə xüsusi fikir vermək lazımdır. Niyə? Eyni meridian üzərində yerləşən. Bax, meridianımız bilirik ki, düz xəttdir. Eyni meridian üzərində yerləşən Ulan Bator şəhəri və Cakarta şəhərləri. Sadəcə fərq nədədir? Ulan Bator şəhəri ekvatordan yuxarıdadır. Sıfırdan yuxarıda 48 şimaldadır. 48 şimal. Bax, bura bu nöqtə Ulan Bator yazdı. U yazıram, yəni Ulan Bator. Digər Cakarta şəhəri isə fikir ver, Cakarta isə 6 cənubdadır. Yəni ekvatordan aşağıdadır. Cənub enliyi. 6 dərəcə cənub enliyi. Burada C yazıram, yəni Cakarta. İndi nəyə fikir verək olar? Dandan şəkilçisinə. Dandan şəkilçisi hasındadsa oradan baxmaq lazımdır. Ulan Bator deyir Cakartadan. Cakartadan baxanda Ulan Bator yuxarıdadır. Cakartanın yuxarısı Ulan Bator. Hansı azimutda? Azimut deyəndə bilirik dərəcəyə baxırıq. Yəni 0 və istiqamət deyəndə hərfə baxıram şimal. Yəni dandan şəkilçisi hasındadsa oradan baxdım. 0 və şimal. Yada saxlayaq. Eyni tip sual 15-də də var. Baxaq. Deməli, burada da bunlar fərqlidir. Bunlar eyni meridian yox, eyni enlikdə yerləşirlər. Enlik paralelin digər adıdır, yadda saxlayın. Və sadəcə fərq nədədir? Biri nisbətən soldadır, biri nisbətən sağda. Ümumiyyətlə bilirik ki, Greenwichdən, yəni sıfırdan sağa doğru paralellər başlayır artmağa da, düzdürmü? Birinci 33, yəni Ankara şəhəri gəlir. Yəni bu paralelim olur 33 şərq uzunluğu. Yəni bu Ankara'dır. A yazıram, Ankara. Bu nöqtəyə. 117 şərq uzunluğudur, ondan daha şərqdə olar. Çünki 180 doğru atıraq meridianlar. Bu da P yazıram, yəni Pekin şəhəri. Burada yenə deyirəm, bax, dandan məsələlərdir bunlar yenə. Dandan hasındadsa ora baxıram birinci. Deyir ki, Pekinin Ankara'dan. Birinci Ankara'dan baxanda görürəm ki, Pekin hansı azimutda? Azimut deyəcək dərəcəyə baxıram. Məsələn 45, nə bilim 180. İstiqamətli deyirsə şimal, cənub, qərb, şərq bu hərflərə baxıram. Azimut dediyi üçün birinci dərəcəyə baxıram. Ankara'dan Pekin sağdadır, yəni 90 azimutdadır, yəni şərq tərəfdədir. Ankara'nın isə Pekindən baxıram bu dəfə. Çünki dandan bu dəfə Pekindədir. Pekindən hansı istiqamətdə? Burada hərflərə baxıram. Təbii ki, Pekindən baxan Ankara solda, yəni qərb istiqamətində. Cavabımız olur 90 və qərb. Haradadır 90 və qərb? A variantında. 15-ci sual. Keçək 16-cı suala. Miqyası 100 min olan xəritədə 2 məntəqə arasındakı məsafə 10 cm, digər məntəqə isə 20 cm-dir. Miqyasına görə həmin xəritənin tipini və bu şəhərlər arasında məsafələri müvafiq olaraq hesablayın. Burada ayrı-ayrı hesablamaq lazım ümumiyyətlə. Miqyasa baxanda görürəm ki, 100 mindir miqyas. 100 min 10 mindən 200 min aralığına düşdüyü üçün bu böyük miqyasdır.
Elə cavabın 10-dan da D variantı qalır. Bəs hesablama nətər olur uşaqlar? Hesablamada da baxaq. Deməli, hesablama işini eləyək. Təbii ki, hər iki məsafəmiz bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Biz burada miqyasdan 5-0 silirik, 1 qalır. Yəni miqyasımız 1-dir. Bir dəfə bu xəritənin məsafəsini, bir dəfə də bu xəritənin məsafəsini ayrı-ayrı hesablamalıyıq. Xəritədəki məsafəm burada 10 cm-dir. Hər iki məsafəm təbii ki, yoxdur. Hər ikisini ayrı-ayrı hər iki məsafəni tapırıq. Hər iki məsafəni tapmaq üçün xəritədəki məsafəni vururam miqyasa, yəni 1-ə 10 km. Digərində də yenə deyirəm, miqyas hamısının ikisində də eynidir. 1-dir ikisində də. Yenə miqyasın 1, xəritədəki məsafəni isə bu dəfə veribdir 20. 20 verib. Yenə hər iki məsafəni tapmalıyam. Hər iki məsafəni tapmaq üçün xəritədəki məsafəni vururam miqyasa. Yenə elədi 20 km. Yəni bu 10 və 20 isə bu qaydada alırıq. Yadda saxlayın. Daha sonra yenə dandan məsələləri deyək. Bu məsələyə biz İrkutsk və Sinqapur şəhərləri eyni coğrafi uzunluqdadır. Yəni deyirəm, uzunluq nəyin digər adıdır? Meridianın digər adıdır. Yadda saxlayın. Uzunluq meridianın digər adıdır. Deməli, hər ikisi, yəni deyirəm, eyni coğrafi uzunluqdadır. Yəni eyni meridiandadır. Sadəcə fərq nədir? Sinqapur ekvatora yaxındır. Həmişə ekvatoru çəkin ki, hası daha aşağıdadır, hası daha yuxarıdadır, qeyd edək. Və ya 90'lar da çəkə bilərsiniz, çaşmamaq üçün 90 şimal və ya 90 cənubu. Təbii ki, 0-dan 90'a doğru artdığı üçün kiçik rəqəm aşağıda olar. Yəni 1 şimal enliyi 0'ın üzərində olar. Yəni S yazıram burası Sinqapur. İrkutsk şəhəri isə 53 şimaldadır, o daha yuxarıdadır. 53 şimal enliyi. Burada yazırıq, bax bunu yox deyə I. İndi bizə nə deyir? Yəni deyirəm, bax burada bizim açar sözümüz dandan şəkilçisidir. Sinqapur, burada yanca sağ idi. Sinqapur İrkutskdan. Burada fikir ver. Dandan hasındadır? İrkutskdan. İrkutskdan baxanda Sinqapur aşağıdadır. Hansı azimutdur? Azimut deyəndə dedim dərəcəyə baxıram. Aşağı olan dərəcəmiz 180 dərəcədir. İrkutsk isə Sinqapurdan. Sinqapurdan baxın deyir Irkutsk. İstiqamət deyəndə yenə deyirəm, hərfə baxıram. Şimala, cənuba, qərbə, şərqə. Yuxarıdadır, yəni şimaldadır. Cavabımız nə olur? 180 və şimal. B variantı. 18'ə baxıram. Qrinlandiya adasının cənub uzqar nöqtəsi ilə özü verib. Qrinlandiya adasının cənub uzqar nöqtəsini 60 şimal. Şimal enliyi ilə 60'dır, qoy səlqəli yazaq ki. Şimal enliyi ilə şimal coğrafi qütbü. Şimal qütbdə bildik ki 90 şimaldır. 90 şimal. Aralarında 30 dərəcə fərq var. 60'dan 90'a 30 dərəcə fərq var. Və bu şimaldan cənuba olan hərəkəti. Deməli, bu meridian üzərində hərəkəti. Meridianda 1 dərəcəm 111 olduğu üçün yuvarlaq 111 deyək də. Əslində 111,1'dir. Amma yuvarlaq biz onu 111 km götürürük. Çünki əksər məsələlər 111 ilə götürürlər. Vururam 111 ilə 3330 km. Bu sənin deməli həqiqi məsafən olur. Plussa buradan miqyas verib. Miqyasdan 5-0 qalır 300. Düsturumuz həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Yenə deyirəm 3330 mənim bu iki məntəqə arasındakı həqiqi məsafəmdir. Həqiqi məsafəm 3330 və miqyası 5-0 yenə deyirəm buradan qaldı 300. Xəritədəki məsafəni ayırmalıyam, tapmalıyam. Xəritədəki məsafəni tapmaq sayəsini öz yerinə qoyuram. 3330 bərabərdir. Xəritədəki məsafə vurulsun nəyə? Miqyasa, yəni 300-ə. Bu da təbii ki eləyər 11,1. Yəni cavabımız olur A variantı. 19'a baxaq. Şimal coğrafi qütb dairəsi ilə cənub tropik xətt arasında məsafəni deyir tab. Biz bunu nətər tapırıq? Ümumiyyətlə qütb və qütb dairələrini fərqləndirmək lazımdır. Qütblər 90'larsa qütb dairələri 66,5'dir.
Yəni biz bunu izahda da deyirdik. Həmişə şimal qütb dairəsi 66,5 şimala düşür. Şimal enliyinə. Amma qütb desə 90-dır ha. Yəni qütb dairəsi 66,5-dir. Fərq yoxdur şimal və ya cənub. Qütblər isə 90-dır. Cənub tropik xətti. Cənub tropik xətti də bilir ki, ekvatordan cənubda, yəni 23,5 cənub enliyidir. Bunlar arasında fərqli yarımkürədir. 66,5 şimaldan 23,5 cənub arasında 90 dərəcə fərq var. 90 dərəcə. Bu 90-ı vururam yenə 111-ə, eləyir 9990 kilometr. Cavabımız olur B variantı. Mən niyə topladım? Çünki bunlar fərqli yarımkürədir. 66,5 şimaldan 23,5 cənuba 90 dərəcə var. Məsələn, bu 23,5 cənub yox, 23,5 şimal olsaydı, məsələn, burada çıxardım, yadda saxlayın. Eyni yarımkür olanda deməli, çıxırsan, fərqli olanda toplayırsan. Daha sonra, bax bu 20-ci sual şu olar. Hansı sual tipindədir? 16-cı sual tipindədir. 22 milyon birlikçi miqyasına görə kiçik miqyasda avtomatik sən A, B və C-ni çıxırsan. Yəni milyon söhbət varsa bu kiçik miqyas hesab olunur. Daha sonra 5-0 silirsən, qalır 220. Həqiqi məsafəmiz bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Həqiqi məsafəni tapmaq üçün bax fikir ver. 10 sm xəritədəki məsafədə öz verir. Xəritədə iki şəhər arasında. 220-də 5-0 silirsən miqyasında. Onu vururam 220-yə. Bu eləyir 2200 kilometr. Bir dəfə də tam əksinə. Bu dəfə də xəritədəki məsafəm digər xəttdə 15-dir. Bu dəfə də həqiqi məsafəni tapmaq üçün 15-i vururam 220-yə. Bu da təbii ki eləyir 3300 kilometr. Yəni cavabımız olur Y variantı. Yadda saxlayaq. Kəsmə hündürlük 4 metr olarsa A və B nöqtələri mütləq hündürlüklərini hesablayın. Təbii ki bu sadə bir sualdır. Aranın biri 4-dürsə, bura 12 də özü verir. Buradan yuxarı dağa qalxdığım üçün bura olar 16. Yəni 4 metr artırıram. Burada olar 8. Yəni B nöqtəsi 16, A nöqtəsi 8. B-nin 16, A-nın 8 olduğu C variantı. Ondan sonra 22-ci suala baxıram. Şimal qütb dairəsi ilə cənub qütb dairəsi arasındakı məsafəni istəyir. Ümumiyyətlə bayaq dedim, qütb dairələri keçir 66,5-dən. Qütb dairələri keçir 66,5-dən. Şimal qütb dairəsi təbii ki 66,5 şimaldır. Cənub qütb dairəsi isə 66,5 cənubdur. Şimal enliyi. Arada ekvatorum olsun və 66,5 cənub enliyi. Fərqli yarımkürədir. 66,5-ləri təbii ki toplayanda neçə eləyər? Demək 133 dərəcə. Fərqli yarımkürlüyündə toplamaq lazımdır. Bu eləyir 133 dərəcə. Şimaldan cənuba, yəni bunlar arasında 133 dərəcə fərq var. Və yenə deyirəm, şimaldan cənuba, cənubdan şimala olar. Meridian üzərində gəlirsən. Meridianda isə təbii ki 1 dərəcən dəyişilməz olaraq qalır və 1 dərəcəni hər zaman yuvarlaq götürsək 111 kilometrdir. Bəs ümumi neçə dərəcə tapdıq? 133 dərəcə. 1 dərəcən 111 isə 133 dərəcəni neçə olar? Təbii ki x kilometr. Tənasürümüzü qurduq. Buradan da x eləyər. 133-ü vuranda 111-ə eləyir 14763. 14763. Bilir ki tənasüblərdə çal çarpaz vurulur. Yəni 133-ü 111-ə vursan, x-i də 1-ə vursan. Hardadır? A variantında. Daha sonra keçək 24-cü suala. Görək 24-də nə deyir? Aha. Deyir, fiziki xəritədə 39-41 şimal enlikləri. Aha. 39 şimalla 41 şimal bilir ki ekvatordan ümumiyyətlə yuxarıdadır da düzdürmü? 39 şimal olsun və 41 şimal enliyi. Arada 2 dərəcə fərq var. Şimaldan cənuba, cənubdan şimala meridian üzərində hərəkət heç vaxt dəyişmir. 1 dərəcə təbii ki 111-dir. Biz bir sərgəli yazaq. 1 dərəcəm 111 kilometrdir. 2 dərəcəm də təbii ki x olar. Bu tənasübdən da aldıq ki 39 və 41 şimal enlikləri arasında 222 kilometr məsafə var. Bu təbii ki kilometrdən bu olar nə? Həqiqi məsafə. Yəni biz
bir növ 222 kilometr tapmaqla həqiqi məsafəni tapmış olduq. Arasındakı məsafəni fikir ver, 44.4 santimetrdə verib də sizə. Bu 44.4 santimetr, təbii ki, santimetrcə nə olar? Xəritədəki məsafəm də 44.4 santimetr olar. Bizim nəyimiz yoxdur? Miqyasımız. Miqyası nə varmalıyıq? Tapmalıyıq. Miqyası tapmaq üçün həqiqi məsafəm var, öz yerinə qoyuram. Bərabərdir. Xəritədəki məsafəni öz yerinə qoyuram. Qalır miqyasa. Yəni düstur məsafəsində, yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun, miqyas düsturuna sistemə fikir ver. Həqiqi məsafəm oldu, bu yerinə qoydum. Xəritədəki məsafəm yerinə qoydum, amma miqyasım yoxdur, tapmalıyım. Təbii ki, 222-ni də 44.4-ə böləndə qalar 5. Yadda saxlayaq. 5 kilometr eləyir bu. Niyə kilometr oldu? Çünki həqiqi məsafəm kilometrləndir. Və burada fikir versəniz, A və D variantları hər ikisi 5-dir. Amma D-nin axırında nə var? Metr. Metr var deyə D səhvdir. Qalır cavabımız A variantı. Həqiqi məsafəmiz kilometrdən olduğu üçün o da kilometr olmalıdır. 25-ə baxıram. Kartografik terminlər. Kartografiya xəritədir. Xəritə nə ola bilər? Dərəcə toru ola bilər. Xəritədə miqyas ola bilər. Yadda saxlayın. Bir də xəritənin şərt işarələri ola bilər. Yəni cavabım olur 1, 2, 5, yəni C variantı yadda saxlayaq. Ondan sonra nivelir horizontallarda olur, nisbindili horizontallarda olur, kompas təbii ki planda olur. Plan yerimi üfüqün cəhətlərində olur. Kartoqrafik terminlərə aid deyil, aid olanları çıxıram. Bax, xəritənin, nə deyim, xəritə kartoqrafiya eyni şeydir. Kartoqrafiya, yəni xəritənin miqyası var. Ondan sonra xəritədə paralel və medianların olduğu dərəcə toru var və ya xəritənin proyeksiyası var. Ümumiyyətlə, proyeksiya kürə səthin, yəni qlobusun müstəviyə köçürülməsidir. Terras adətən çaylarda olur. Aid olmadığı üçün götürürəm. Qnom ümumiyyətlə kölgənin istiqamətini göstərən bir cihazdır. Exolot isə yerin dərinliyini ölçən cihazdır. 3, 4, 6 cavabında. Cənub qütbüdür uşaqlar bura. Cənub qütbündən, bir qayda yadda saxlayın, bayaq da çəkmişdim. Cənub qütbündən hara getsən şimala getmiş olursan, şimal qütbündən hara getsən cənuba. Yəni bu təsəvvür edin, bu kürədir, bu burada cənub qütbüdür. Sən buradan hara gedirsən get, yuxarı qalxırsan. Yəni cavabımız olur C variantı. Burada da şimal qütb olsa cənuba getmiş olardım. 28. Burada yenə eyni tip sualdır. Cənub qütbündən hara gedirsənsə, şimala gedirsən, yəni cavabın olur D variantı. Aha, keçək digər suallara. 9-a. Aha, görək nə deyir 29-da. 500.000 orta miqyasdır. Miqyaslı oroqrafik. Oroqrafiya dağlardır, yadda saxlayın. Burada bir mövzu var. Deməli, orta miqyas və tematik. Hardadır orta miqyas və tematik D variantında. Ümumiyyətlə, ya ümumi coğrafi olmalıdır, ya da demək tematik. Ümumi coğrafi ilə xəritəm var, fiziki və siyasi xəritə. Qalanlar əslən tematikdir. Bir də tematikin daxilində kompleks xəritələr var. Kompleks xəritələrə əsasən hansı xəritələr götürmək olar? Faydalı qazıntıların çıxarılması ilə bağlı xəritələri, təbii zonaların xəritələrini. Bunlar əsasən deyək ki, kompleks xəritələrdir. Amma qalan xəritələr var ki, yəni ümumi coğrafi və siyasini qoyuram qırağa. Qalan xəritələrin hamısı demək olar tematik xəritələrdir, yadda saxlayaq. 500.000-də 200.000-dən 1 milyon aralığında olduğu üçün təbii ki, orta miqyas sayılır. Yəni 600.000, 200.000, 1 milyon aralığında olduğu üçün orta miqyasdır və iqlim. İqlim də yenə bir mövzu olduğu üçün tematikdir. Orta miqyas və tematik. Baxaq 31-ci suala. 90 şərq uzunluğundan qərbə doğru ekvator boyu 3330 km. Demək, hərəkətdən tədqiqatçı. Baxaq uşaqlar. Deməli, birinci burada bir aşağıya doğru gələk özümüzə. Aha. Başlayaq. Nə deyir bizə? 90 şərq uzunluğundan qərbə doğru ekvator boyu. Birincisi bu ekvator boyu gəlirsə, ekvator xəttini çəkirəm, sıfırım var. 90 şərq uzunluğundan, 90 şərq uzunluğu Qriniçin, yəni 0 dərəcəli meridianın sağındadır. Qriniçin sağ şərqdə. Burada olsun 90 şərq uzunluğu. Bax, kəsişmə buradır. Ekvator boyu deyil axı. Yəni A məntəqəsidir. Bax, buradan gəlibdir müşahidəçi qərbə doğru. Qərbdə bilirsən ki, sol tərəfdir. Bax, buradan qərbə doğru gəlibdir. Nə qədər gəlib? 3330 km. Və fikir ver. Paralel üzərinə gəlib. Paralellərdə bildik ki, hər paralelin öz dərəcə qiyməti var. İkisini əzbər bilməliyik xüsusən. Ekvatorda bir dərəcəm 111, yuvarlaq. Əslində 111.3-dür. 40'da isə 85.4'dür. Fikir ver.
Bu paralel üzərində hansı paralel ekvator üzərində? Deməli sən bir dərəcəni yuvarlaq götürə bilərsən 111 kilometr. Bəs 3330 neçədir? X dərəcə. X-in eləyir təbii ki 30 dərəcə. Yəni biz aldıq ki 90 şərq uzundan başlayan müşahidəçi qərbə doğru 3330 və yaxud 30 dərəcə hərəkət eləyib. 90 şərqdən ekvatora doğru 30 dərəcə keçsən, təbii ki azaltmalısan sıfıra doğru getdiyin üçün çatırsan 60 şərq uzunluğuna. Cavabımız olur Y variantı. Daha sonra 32-ci suala baxaq. Deyir, demək ki, qlobusda deyir ümumiyyətlə ekvatorun uzunluğu. Burada məsələ nədir uşaqlar? 32-ci sualda. Ekvatorun uzunluğu 80 cm-dir. Santimetr gördün, nə bilim, qlobus bir söhbət miqyasdan keçir də. Düsturumu yazdım. Həqiqi məsafə bərabər xəritədəki məsafə vurulsun miqyasa. 80 cm təbii ki, qlobusda deyirsə, bu mənim xəritədəki məsafəm olur. Xəritədəki məsafəm 80 cm-dir. Miqyasımı istəyir. Biz həmişə deyirik ki, düsturda üçündən ikisini verir. Xəritədəki məsafəni verir, miqyası verir. Həqiqi məsafəni də biz özümüz bilirik. Ekvatorun uzunluğu neçədir? 40.076. Bu tip məsələlərdə adətən bunu yuvarlıq 40.000 götürürlər, yadda saxla. Yəni ekvatorun uzunluğu, çevrənin uzunluğu normalda 40.076 əzbərləmişik. Amma məsələ misallarda adətən yuvarlaq 40.000 götürürlər. Bu da ekvatorun ümumi uzunluğu da 40.000 kilometr. Sənin həqiqi məsafən olar. Yəni sənin miqyasın yoxdur. Aydın olurmu? Hərəsini öz yerinə qoymalıyım. Həqiqi məsafəni, yəni 40.000 öz yerinə qoyuram. Bax, sıfırların sayını çox görüb anlamayıb 5-0 və ya 2-0 silməyi. Çünki bu sənin həqiqi məsafən, miqyasını deyil, bundan 0 siləsən. 40.000 öz yerinə qoydum, 80 cm öz yerinə qoydum, miqyasını tapmalıyam. Təbii ki, bunu da buna böləndə 40-ı deməli 8-ə böləndə qalsın 5, 1-0 buradan geçsin, qaldı 500. Aydın olurmu? 500 və həqiqi məsafəm kilometrlə olduğu üçün, bu da kilometrdir, miqyasım da kilometrdir. Kilometr olduğu üçün arxasına nə arıram? 5-0 artırıram. Yadda saxlayın. Ondan sonra davam eləyək olar. Davam eləyək. Deyirlər. Yəni burada cavabımız oldu. Təbii ki C variantı. 30-cu suala baxaq. 30-cu sualda nə deyir? 33-də deyir ki, deməli xəritədə 0 dərəcəlik meridian uzunluğu. Uşaqlar, meridian tam çevrə deyil. Çünki meridian şimal qütbü ilə cənub qütbünü birləşdirir. Ona görə meridianlar yarım çevrədir. Meridian çevrəsinin uzunluğunu biz 40.900 əzbərləmişik. İndi məsələ nədir? Meridian çevrəsinin uzunluğu 40.900-dursa, biz də meridianı nə götürdük? Yarım çevrə götürdük da. 40.900-un yarısı 40.000, bu bunun həqiqi məsafədir. Yarısı 20.000 ümumiyyətlə yuvarlaq da. İndi orada 4.5 kilometrə qalır. Yuvarlaq 20.000 götürəcəm. Bu mənim, yenə deyirəm, düsturda olur həqiqi məsafəm. Həqiqi məsafəm oldu 20.000. Yəni bu 20.000-i mən hardan aldım? Yəni deyirəm, meridian adətən məsələlərdə tam çevrə yox, yarım çevrə göstərirlər. Çünki meridian şimal qütbü ilə cənub qütbünü birləşdirir. Şimal qütbü 90 şimal, cənub qütbü 90 cənub. Artı 180 dərəcə var. Ona görə meridian tam çevrə yox, yarım çevrə götürülür. Həqiqi məsafəm 20.000 oldu. Meridianın uzunluğu 50 cm. Santimetr isə təbii ki, bu xəritədəki məsafəm olur. Miqyasımı yenə tapmalıyam. Hərəsini öz yerinə qoyuram. 20.000 bərabərdir. Xəritədəki məsafə vurulsun. Təbii ki, miqyas deyir 400. Və həqiqi məsafə kilometrdən də arxasından kilometr yazıram. Deməli, kilometrə görə biz nə almalıyıq? 5-0 artırmalıyıq. Harada var? 400 arxasında 5-0 Y variantında. 0-0. Bax, izahda da demişik ki, bu Qibneyə körfəzidir. Ümumiyyətlə, 3 dənə məntəqənin koordinatlarını bilmək lazımdır. Bakı 40 şimal 50 şərq, Qibneyə 0-0, bir də London Greenwich meridianına, yəni 0 dərəcəlik meridiana düşür. Nə üçün xəritələrdə təhriflər olur? Kürə formanı müstəviyə köçürsən. Bax, cavab burada C variantıdır. Çünki uşaqlar, bax, kürəni müstəviyə köçürəndə mümkün deyil ki, yəni kürənin forması ayrıdır, müstəvinin, yəni düz yerin forması ayrıdır. Xüsusən qütblər ensiz olduğu üçün müstəviyə köçürülən zaman, belə deyək də, qütbə yaxın ərazilərdə təhriflərə daha çox məruz qalır xəritələr. Yəni eyni səthi olmadığı üçün kürə ilə müstəvi, təbii kürəni müstəviyə köçürəndə də
təhrif çox olur. 36. Qrenlandiyanın silindrik proyeksiyada tərtib olmuş dünya xəritəsindən daha çox Tunç qütbə yaxındır. Silindrik proyeksiya ekvator boyu ərazilərdir. Qrenlandiya isə qütbə yaxın olması ilə hardadır? Coğrafi qütbə yaxın yerləşməsi. Bəli. Məsələn, Qrenlandiya hansı proyeksiyada az tərifə məruz qalır? Qütb ətrafı deməli proyeksiyalı, yəni söhbət azimutaldan gedir. Qütb ətrafı ərazilər məhz azimutal proyeksiyada tərtib olunur, yadda qalsın. Ondan sonra xəritənin miqyası kiçildikcə generalizasiya artır. Miqyas kiçiləndə ərazi böyüyür, ərazi böyüyəndə ümumiləşdirmə, yəni generalizasiya da çoxalır. Daha sonra deyir, miqyas kiçildikcə məhəllədəki obyektlərin təsvir olma dəqiqliyi necə dəyişir? Miqyas kiçildikcə ərazi böyüyür, ona görə dəqiqlik azalır. Harda var o? Məsələn, baxaq, dəqiqlik azalır, çünki 1 sm-də daha böyük ərazi təsvir olunur ilə 38-in cavabı olar B variantı. Yəni deyirəm, miqyas kiçiləndə dəqiqlik nə qalmalıdır? Azalmalıdır, çünki ərazi böyüyür. Yəni kiçik ərazini dəqiq çəkərsən, böyük ərazidə dəqiqlik azalır. Böyük miqyas 10.000-dən 200.000-ə qədər olan rəqəm aralığıdır. O da təbii ki 250 orta miqyasda çıxıram, 50.000 ola bilər. 500.000 çıxıram, çünki o orta miqyasdır, 25.000 ola bilər. Bir də ki, elə bunu da çıxıram. Yox, elə bu da düzdür da. Çünki 100.000, 20.000-dən, 10.000-dən 200.000 aralığındadır. 1.500.000 təbii ki, yenə çıxarım. Cavabım oldu 2, 4, 5. Haradadır? D variantı. Yəni deyirəm, böyük miqyas 10.000-200.000 aralığıdır. 10.000-ə qədər miqyas deyil, xəritə deyil, plandır. Böyük miqyas xəritələr 10.000-dən 200.000-ə qədər oldu. Xəritənin riyazi əsası təbii ki, nə olar? Hesablama olan hissə. Məsəl üçün, koordinat ola bilər və yaxud məsafə ola bilər. 1-4 cavabı nə oldu? Hesablama olmayan hissə isə, məsələn, qalanları coğrafi əsas hesab olunur. Xəritədə hansı təriflər olur? Forma, uzunluq, məsafə və bucaq. Harda var? Təbii ki, C variantı. Fikir verək C variantına. Eləməli, bucaq və forma, məsafə. İndi burada sahə verib, uzunluq verməyibdir. Uzunluq da bəzən deyə bilirlər. Çünki en uzun birləşməyi tapırsan, sahəni tapırsan. 4 dənə təhrif ola bilər, yadda saxlayın. Ekvatordan qütblərə doğru paralellərin uzunluğunun azalma səbəbi yerin formasına görədir. Ekvatordan qütblərə doğru yer külə formasında olduğu üçün yerin eni başlayır azalmağa. O da təbii ki, paralellərin uzunluğuna birbaşa təsir edir. Ekvatora yaxınlaşdıqca paralellərin uzunluqları artır. 43. İrkutsk şəhəri 53 şimal, yəni İrkutsk şəhərindən şimal coğrafi qütbünə qədər olan qısa məsafəni istəyir. Təbii ki, əldə eləyişi olar. Özü verib ki, İrkutsk şəhəri deməli hardadır? 53 şimalda. Şimal qütbünü isə təbii ki, bilirik ki, 90 şimaldır. 53 şimal və 90 şimal. 53 şimalla 90 şimal. Bunlar arasında yeni yarımçı olduğu üçün çıxıram 37 dərəcə var. Və sən, yenə deyirəm, şimaldan cənuba, cənubdan şimala hərəkət varsa, bu meridian üzərində hərəkətdir. Təbii ki, meridiyanda da 1 dərəcə 111 kilometrdir, 37 dərəcə x olur. Yəni, sən bir növ 111-i vurursan, nəyə? 37-yə. Bu da 4107 kilometr eləyər. Bu da harada var? B variantında. Verilmiş miqyaslara əsasən xəritələrin tiplərini müəyyən eləyin. 50.000, 10.000-dən 200.000 aralığındadır, böyükdür. 750.000 ortadır, 200.000-dən 1 milyon aralığına düşür, 5 milyon isə kiçikdir. Milyon söhbəti varsa, təbii ki, kiçikdir. Yəni, böyük, orta və kiçik. Harada var? B variantında. 45-ə baxıram. Miqyası 50 milyon olan qlobusda 40 dərəcəlik paralel ekvator arasında meridian qursunun uzunluğu neçə santimetr olar? Gəlin hesablayaq uşaqlar. Deməli, biraz aşağı eləyim. Deməli, nə deyir? Miqyası bu olan qlobusda 40 dərəcəlik paralellə. Bilir ki, ekvatorumuz 0 dərəcəli paraleldir. 40 dərəcə şimal və ya cənub fərqi yoxdur. Yoxsa eyni cavab alırıq. Olsun 40 dərəcə paralel, şimal paraleli. 40 dərəcəli paralellə ekvator arasında qalan meridian qövsü. Bunların arasında qalan bu meridian qövsü. Meridian bilir düzgün olan xəttdə. Sərqəsi yazdım, qoyub düzəldim. Meridian qövsü. Bax, bu meridian qövsü deməli, uzunluğu nə qədər olar? 0-dan 40 ilə 40 dərəcə var.
Deməli, bax, miqyas düsturunu yazıram. Həqiqi məsafən bərabərdir xəritədəki məsafə vurulsun miqyasa. Burada mən miqyasdan 5 0 siləndə qalır 500. Yəni mənim miqyasım 500-dür. Bir də mən burada həqiqi məsafəni tapa bilərəm. Nətər tapıram? Bildik ki, şimaldan cənuba, cənubdan şimala meridian üzərində hərəkət edirsə, meridianda 1 dərəcən 111 kilometrdirsə, 40 dərəcən olar x. X-in eləyir 4440 kilometr. Bu da təbii ki, sənin həqiqi məsafən olar. Xəritədəki məsafə nə var? Masanı tapmalısan. Hərəsini öz yerinə qoymaq qalır. Həqiqi məsafəm, yəni 4440 bərabərdir. Xəritədəki məsafə, yəni 500 vurulsun miqyasa. Burada da təbii ki, 500-dən miqyas vurmadır. 500 sola keçəndə olur bölmə. Yəni sən 4440-ı bölürsən, 500-ə qalır. Təbii ki, üzrsən, burada biz bir səhv elədik. Bu 500 bizim miqyasımızdır. 500 bizim miqyasımızdır. Yerini bunu tərs yazmışıq da. Hə, yəni yerində tərslik var. Elə bil miqyas var. Xəritədəki məsafə vurulsun. Deməli 500 olmalıdır. 500 miqyasdan axı miqyasını yenə yazmalıyıq. Miqyas sabit olandır. Xəritədəki məsafə də bərabərdir. 4440-ı yenə deyirəm böləndə 500-ə qalır 8,88 sm. Cavabım olur D variantı. Daha sonra 46-ya baxaq. 46. Kartografik yeni bir tematik xəritə tərtib etmək qərarına gəldi. Bu məqsədlə müxtəlif rəng çalarları varsa bu keyfiyyət fonudur. Yadda saxlayaq. 46-nın cavabı təbii ki, keyfiyyət fonudur. Keyfiyyət fonundan ümumiyyətlə xəritələr tərtib olunur. Xüsusən dağlar, düzənliklər keyfiyyət fonundan çəkilir. Həmçinin deyəcək ki, sinoptik xəritələrdə keyfiyyət fonundan çəkilir. Yadda saxlayın. 47. Həm böyük, həm də kiçik miqyasda təsvir olunur. Generalizasiyaya məruz qalır. Təhrifli, lakin riyazi əsaslı xəritədir bu. Niyə? Çünki xəritənin ümumiyyətlə 3 dənə miqyası var. Böyük, orta, kiçik. İndi burada ortanı vermir, həm böyük, həm kiçik miqyas. Generalizasiyaya məruz qalar təbkümləşdirmə. Təhrif var, təhrif. Ümumiyyətlə, planın miqyası bir dənədir. Yəni, böyük, orta, kiçik söhbət yoxdur. 10 minə qədər deyilik də. Kosmosdan çəkilən şəkil ola bilməz. Qlobus böyük, orta, kiçikdir, amma qlobus təhrifsizdir. Məhəllənin şəkli onun kimi. Yəni, söhbət xəritədən gedir burada və riyazi əsaslı təsvirdir, təhriflidir. Ümumiyyətlə, külə səthi müstəvi səthə köçürən zaman xəritə yaradılır və təhrif olur. Yadda saxlayaq. Generalizasiya ümumiləşdirmədir. 48. Plan və xəritənin miqyası asılıdır. Təbii ki, burada belə deyək də, ərazinin böyüklüyü əsas məsələdir. Ərazinin böyüklüyündən olmalıdır. Yəni, onunla bağlı bir cavab götürə bilərik də. Təsvir olunan ərazi və kağızın ölçüsündən. Ərazinin ölçüsü. Yəni, miqyas birbaşa həm kağızın ölçüsü təsir edir, həm ərazinin ölçüsü təsir edir. Yadda saxlayın. Məsələn, ərazi nətər təsir edə bilər? Deyək ki, məsələn, bir var dünyanı çəkirsən, sən bunu kiçik miqyasda çəkirsən. Bir var, məsələn, Azərbaycanı çəkirsən, adətən orta miqyasda çəkilir. 49-a baxaq uşaqlar. Sxemə əsasən doğru olan ifadəni müəyyən edin. Burada nə yadda saxlayın? Bax, bu məntiqini deyim sizə. Deməli, bax, ekvatora yaxın paralellər, ekvatora yaxın olanlar, məsələn, 1 dərəcə qiymət ekvatorda daha böyük daxil və ekvatordan qütbə doğru 1 dərəcə qiymət kiçilir. Məsələn, 0-da deyək ki, 111 isə 40-da 85,4. Yəni, ekvatordan qütbə doğru paralellər başlayır kiçilməyə. Bu da biz nə deməkdir? 1 dərəcə qiymətə təsir edir. Ona görə ekvatora bir məntəqə nə qədər yaxındırsa, həmin məntəqənin sahəsi bir o qədər böyük olur. Yadda saxlayın. Məsələn, Y və D nöqtələri ekvatora daha yaxındır. Deməli, bu həqiqi sahələri, məsələn, B, C və ya A-ya baxanda daha deyək ki, böyükdür. C də, məsələn, B və A-ya baxanda daha yaxındır ekvatora. Deməli, C də B ilə A-dan böyükdür. B də A-ya baxanda ekvatora yaxındır. Deməli, B də A-dan böyükdür. Baxıram. Deməli, deyir ki, B-nin sahəsi, bizdə nə istəyir ümumiyyətlə? Doğru ifadəni. B-nin deyir sahəsi E-dən böyükdür. Xeyr, ekvatora daha yaxın olan E olduğu üçün, 0-a yaxın olan, burada E-nin sahəsi böyükdür. A gedir.
D ən böyük sahəyə malikdir. D ən böyük sahəyə malikdir. Bu ümumiyyətlə deyəcəyik ki, uşaqlar ola bilməz. Çünki D-də, Y-də hər ikisi ekvatora eyni məsafədədir. Deməli, D ilə Y burada ikisi ən böyük sahəyə malikdir. Yəni D edən böyük deyil ki, biz deyək ki, D ən böyük sahəyə malikdir. C nöqtəsinə baxıram. B və C-nin sahəsi A-dan kiçikdir. B və C-nin sahəsi. B ilə C-nin sahəsi ekvatora daha yaxın olduğu üçün A-dan nəinki böyükdür. Yadda saxlayın. Burada getdim. A və C eyni sahəyə malikdir. A ilə C eyni sahəyə malik deyil. Ekvatora daha yaxın olan C daha böyük sahəyə malikdir. Onda Y qalırdı, o da cavabımız. Y və D məntəqələri eyni sahəyə malikdir. Bəli. Çünki hər ikisi ekvatora fikir verir. Buradan da var 10 dərəcə var. Buradan da var 10 dərəcə var. Eyni məsafədə. Cavabımız olur Y variantı. Daha sonra nə deyir bizə? Demək, müşahidəsi Bakıdan 0 azimutla 4440 km hərəkət edərsə. Birinci bir burada çəkək görək müşahidəsi hara çatır. Bakıdan 4440 hərəkət edəndən sonra Bakı bilir ki, ümumiyyətlə 40 şimal və Bakı 40 şimal və 50 şərq uzunluğundadır. Ekvator Bakıdan aşağıda yerləşir. Şimal qütbü isə Bakıdan, söhbət 90 şimaldan gedir, yuxarıda yerləşir. Şimal enliyim. Sən Bakıdan 0 azimutla, yəni şimala doğru gedibsən nə qədər? 4440 kilometr. Sən də bilirsən ki, meridiyanda 1 dərəcə, şimaldan cənuba, cənubdan şimala meridiyanda 111 kilometrdir. Bəs 4440 kilometrin neçə dərəcədir? X dərəcə. X-in eləyir 40. Təbii ki 40 dərəcə. Yəni müşahidəçi 40 şimaldan Bakıdan, buradan 40 dərəcədə qalxır yuxarı. 90'a doğru getdiyim üçün toplayıram. Çatıram hara? 80 dərəcə. Şimal enliyinə. Yəni bizim məntəqənin koordinatları 80 şimal və 50 şərq oldu. Yəni çatdım bax bu A məntəqəsinə bura. İndi görək bizdən nə istəyir? Deyir, müşahidəçi Bakıdan 0 azimutla 4440 km hərəkət edərsə, ən uzun meridian üzvləri ilə hərəkət etmiş olar. Xeyr, meridianların ölçülərinin hamısı eynidir. Yəni ən uzun meridian söhbəti səhv cümlədir. Paralellərdə, yəni eyni olan xəttlərdə fərq var və ən uzun paralel ekvatordur. Şimal qütbü üzərinə digər yarımkürə keçər. Xeyr, mən 80'ə qədər gəldim. Şimal qütbü ilə buradır. 10 dərəcəm var şimal qütbünə çatmağa. Bu da səhvdir. Çatdığı paraleldə 1 dərəcənin uzunluq daha böyük olur. Xeyr, qütbə doğru gedəndə dərəcəli qiymətlər kiçilir. Məsələn, 0'da 111.3, 40'da 85.4. Qütbə doğru getdiyim üçün 80 şimalda da eləyəcəkdir, deyək ki 19.4. Yəni bu nədir? Təbii ki səhvdir, kiçilir. Bu da deyir, böyüyür. Bu da səhvdir deməli. Qütb ulduzun daha böyük ayısı, bu böyükdür. Coğrafi qütbə 90'a nə qədər yaxınsansa, qütb ulduzun bir o qədər böyük görürsən. Yadda saxlayın. Cavabımızdır. Y-də deyək ki, Greenwich meridianından nəzərən dərəcə fərqi kiçilər. Xeyr, bütün meridianların ölçüləri eynidir. Yaddan çıxarmayın bunu. Paralellərdə fərq var. Paralellər qütbə doğru kiçilir. 50-50'ye qədər bəsdir.